Sonra Ka'b ibn Malik radıyallahu anhu qeyd edir ki, həmçinin onun tövbəsi olacaqdır ki, bundan sonra, yəni Allah Teala onu doğru danışdığına görə xilas etdikdən sonra bir daha yalan danışmayacaqdır. وَمَا زَالَ كَذَٰلِكَ مَا حَدَّثَ بِحَدِيثٍ كَذِبٍ əbədən və belə də oldu. Və bundan sonra heç vaxt yalan danışmadı. Allah Teala onun tövbəsini qəbul etdikdən sonra. فَكَانَ radiyallahu anhu مَضْرِبَ الْمَثَلِ فِي الصَّدْقِ Və Ka'b ibn Malik radiyallahu anhu doğruluqda, doğru danışmaqda misal çəkilirdi. Hatta inna Allah enzele fihi ve fi sahibeyhi. Hatta Allah Teala onun hakkında ve iki yoldaşı hakkında böyle buyurur. Ya eyyühellezine amenuttekullaha ve kunu ma'as sadiqin. Ey iman getirenler, Allah'tan korkun ve doğru danışanlarla, sadiglerle beraber olun. Enzelallahu Teala el-ayat fi beyani minnetihi aleyhim bit-tevbeti min kavlihi Teala ve həmçinin Allah Teala tövbənin, onların tövbəsinin qəbul olunmasını bir nimət olaraq bildirir və bu barədə ayələr nazil edir. Tövbə surəsi 117-ci ayədə Laqad taballahu alan-nabiyyi vel-muhacirin vel-ansarillezine ittaba'uhu fi sa'atil usrati min ba'di ma kada yezigu qulubu fariqin minhum. Allah çətin saatda bir qisminin ürəyi şək şübhəyə düşüb Peyğəmbərdən və cihaddan dönmək üzrə ikən Peyğəmbərə, onun ardınca gedən mühacirlərə və ənsara tövbə nəsib etdi. Sonra Allah onlara qarşı şəfqətli və mərhəmətli olduğu üçün tövbələrini qəbul buyurdu. ففي هذه الآية أكد الله سبحانه وتعالى توبته على النبي والمهاجرين والأنصار. Yəni bu ayədə Allah Teala peyğəmbərinə və mühacirlərə və ansarlara tövbəni nəsib etməsini təkidlə buyurur. Laqad taballah. Artıq Allah Teala onların tövbəsini qəbul etdi.